Tağı Fərmandan xahiş edirəm Azərbaycan Milli Cibhəsinin telefonun tutsunlar. Azərbaycanın Milli Cibhəsi bu şəraitə görə, Azərbaycanda keçilən şəraitə görə bir bəyaniyyə verib be namı İran İslam hakimiyyəti öz vətəndaşları ilə təhlükəli düşmən kimi rəftar edir. Bu bir ürək sındıran bir xəbərdir, ürək sındıran bir şəraitdir. Biz istəyirik Azərbaycan Milli Cibhəsinin təşkilat məsulü ilə təmas tapaq və bu güzarışın dəlilin və sözlərinin barəsində bilələrindən bir güzarış yalaq. Azərbaycan Milli Cibhəsi əxirən Günəş Partiyasının danışmanı Ağay Mənulçehri Əzizi ilə bir seri tur var idi və Avropada bir seri konferanslar qoyublar. Biz indi Sovetdən Azərbaycan Milli Cibhəsinin təşkilat məsulü telefondadır. Ağay Haşimi, salam aleykum. Salam aleykum aziz qardaşım. Ana Yurdu televizyonuna çox xoş gəlmisiniz. Alo. Hay Haşimi, televizyonunuza çox xoş gəlmisiniz. Çox təşəkkür edirəm, var olasınız. Mən istərdim, bir yazımız var, xidmətinizə ərz eləyəm. Hər şeydən əvvəl Ana Yurdu televiziyasının hörmətli tamaşaçıların, ha belə bu televiziyada çalışan soydaşlarımızı ürəkdən salamlayıq. Yazımız başlığı belə seçilib. İran İslam hakimiyyəti öz vətəndaşları ilə təhlükəli düşmən kimi davranır. Azərbaycan Milli Cəbhəsi İranda ictimai siyasi prosesləri Güney Azərbaycandakı durum ilə araşdırarkən bu il tirayının 11-13-də Bəz qalası yürüyüşü ilə bağlı öz görüşlərin belə yekunlaşdırır. Təsadüfi deyil ki, Qaradağ mahalının Kəlibər şəhəri yaxınlığında Babət qalası ətrafında 30.000 nəfərlik qoşunun iştirakı ilə Fatimiyyə adı altında manor keçir və beləliklə bölgə hərbi meydana çevrilir. Təsadüfi deyil ki, qalaya gedən yolların çoxu bağlanır, çox yerlərdə manelər vücuda gəlir. Təsadüfi deyil ki, qurultaydan öncə bütün şəhərlərdə və qəsəbələrdə Azərbaycanın tanınmış fəalları biri-birinin ardınca əmniyyət dairələrinə çağırılıb və hədələnir. Və onlardan təhdid alınır ki, qalaya getməkdən imtina etsinlər. Təsadüfi deyil ki, Babəkin neçə il öncədən qərar verilmiş doğum tarixin dəyişməyə və Babəki İran opozisyonunun 18 tir hadisəsinə bağlayıb və xalqımızı parçalamağa çalışırlar. Bütün bu mana törətmələr və ağır təzyiqlərin səbəbi bundan imarətdir ki, məhz qurultaya gedənlərin qarşısı alınsın, xalqımızın haqq səsi boğazında sussun, milli varlığımız inşa edilsin. Ancaq kimliksiz böhranında yaşayan Azərbaycan türkləri ayıqlıq və sayıqlıqla uşaqdan böyücə, qadınlı kişili, qızlı oğlanlı manələrə baxmayaraq həmişəki kimi polad iradə ilə öz miyyətgahları olan Babət qalasına yürüdülər və öz andlarına sadiq qalmaların bir daha sübut etdilər. 2 günlük qurultayda təpədən dırnağa, yüzü silahlarına, kol, batum, kimyai qazlara və mərmiyə müsəlləh olan hakimiyyətin qüvvələri, xüsusilə motosiklet səvərlər, hər tərəfli xalqa təzyiq,
göstermekte ve halkı tahkir etmekte utanmadılar. Ama iştirakçılar bir sözle yaşasın Azerbaycan, Azerbaycan oyaqdır, varlığına dayaqdır. Benim dilim ölen değil, özgə dilə sönən değil. Məhv olsun daşnaq, ölüm olsun saqqına diyerek başka tarafta da Azerbaycan faillerinin milli ve medeni çıkışları ağır durumda devam edir. Azerbaycan surudu okunur, gece ot tongalları qalanır. Yaşasın Azerbaycan askerleri diyerken basicilerin gözlerinden yaş gelir. Ancak bu ağır durumda vatandaşlarımızın afişleri, kitapları, sairə vesait ve vesileleri alınır. Çadırlara yürüyüş olur. Çokları vurulur ve meşelere sığınır. Bir grup basici tarafından atılan daş ile Əsəd adlı xanımın başı sınır. Ve böyle bir hadiseler. Çokları yakalanır ve çeşitli raporlara göre tutulanların sayı 200 neferden artıktır. Ve bu cüzecek 62 neferin adı elimize çatmıştır. Yukarıda adı çekilen manorda iştirak eden Şərqi Azərbaycan Süpahı Pastaran Briqada General Pasifur rəhbərlik edir. O mətbuat nümayəndələrinə verdici müsahibələrin birində Güney Azərbaycanlıları düşmən adlandırıb və deyib ki, İslam İnqilabı Mühafizə Qoşunları və Könüllülər Ordusu Sipah və Bəsit düşmənlərin təxribat planlarının hayata geçirilmesinin karşısını her vasıtayla almaya hazırdır. Həmçinin İranın Təhlükəsizlik Naziri de bu meseleyle bağlı beyanat verip, polis kuvvelerinin Jün ayının 30'unda keçirilən yığıncağında çıkış eden Təhlükəsizlik Naziri Yunisi, Ali Yunisi deyip ki, təhlükəsizlik və polis qüvvələrinin əsas məqsədi ölkənin ərazi bütövlüyünü qorumaq və təxribatçı qüvvələri neutrallaşdırmaqdır. Yunisi Azərbaycan Milli Hərəkətinə də toxunaraq deyib ki, xarici qüvvələr tərəfindən himayə olan ərzi bütövlüyümüzü parçalamağa çalışan sürünə böhtənlər vururlar. Qüvvələr çeşitli fəaliyyətlər ilə ölkənin sabitliyini pozmağa çalışırlar. Azərbaycan Milli Cəbhəsi İslam hakimiyyətinin öz vətəndaşları ilə təhlükəli düşmən kimi davranışını sivil, demokratik və bəşər hüquqları ilə zidd bir siyasət kimi sanır. Bir xatırlayır ki, belə hədələmələrin Azərbaycan Milli Hərəkətinə vurulan damğaların arxasında Tehranın qorxuya düşdüyü aydın və aşikar hiss olunur. İranda keçən şahlıq nizamında da son çağlara dək xalqı hədələmək üçün müəyyən hədəflər üzərində əmniyyət qüvvələrindən və yeri gəldikdə qara qüvvələrdən müəyyən təşdiklərlə kullanmağın canlı şahidi olmuşuq. 1357. Güneş ili bu çirkin ve gayri insani siyasetler kölgeye bırakıldı. Teessüfle bu yolun devamçısı olan İran İslam hakimiyeti bugün Bağdat qalasında Azerbaycan tühlərinin ürəkdən sıxan haq səslərin boğmağa bütün gücüyle çalışır. Biz bir qahar millət kimi bəşər hüquqların ayaqlar altına atanları qınırıq və ədalətsizlik törədənlərə dərin nifrətimizi bildiririk. 21. əsrdə yaşayırıq. İllərdir ki dünyanın soğuk savaşı sona çatmış.
ve bugün siyasetler milletler arkasındadır. Bugün milletler gün atlanır. Buna göre Azerbaycan milleti Polat iradesiyle medeni ve sivil yollarla milli siyasi talihin yaratma istikametindedir. Göresen sabah seher çağı parlak güneş sehem ve sabah zirvesinden boylananda, göresen halk kütlesi aydınlaşanda, göresen halkın silahlı kuvvetlerde zor taşıyan öz balaları halkını bağrına basanda, göresen mekanizm kuvvetlerimiz milletimize kavuşanda, panoramistler Babət qalasında ve başka yerlerde manar vermek imkanı tapacaklar mı? Cevap aydındır. Uca sesle demeliyik, yok, yok. Azerbaycan Milli Cəbhəsi 2004-cü ilin Yul ayının 7'sinde. Çok teşekkür edirəm değerli tamaşaçılardan ve hürmetli ana yurdu televizyasında çalışanlardan. Bizim bu uzun yazımız olabilir ki yorar sizi, ama bu Milli Cəbhənin, Azerbaycan Milli Cəbhəsinin əməkdaşlarının ən ürəyinin dərin yerindən çıxan ve bu Babət qalası hakkında bir araştırmadır ki, o ittilatı ki bu günəcən içeriden elimizə satıbdır. Sağ olasınız. Çok memnunum Cenab-ı Haşimi, sizden ve sizin yoldaşlardan hamısından teşekkür ederim bu beyanıya göre. Sizi Allah'a tapşırdım.